Bugün biz 5 iyul qəbula düşmüş suallardan birinin həllinə baxacağıq. Demək, məsələnin şərtində deyir ki, ölkə əhalisinin 25%-ni azsaylı xalqlar, yəni 4,5 milyon nəfərin isə əsas xalqlar təşkil edir. Biz burada tənasib quracağıq. Bizə verilənlərə əsasən məlum olur ki, demək 4,5 milyon nəfər əsas xalqdır. Yəni bu 75% deməkdir. Yəni ölkənin əhalisinin 25% azsaylı xalqlar, 4,5 milyon nəfər isə əsas xalq təşkil edir. Buradan belə məlum olur ki, əsas xalqlar ölkə əhalisinin 75%-ni təşkil edir. Yazacağıq 100%-ə x ümumi əhalini tapmaq üçün. 75%-ə isə 4,5 milyon nəfər. Buradan da x-imiz ümumi əhalinin sayıdır və 6 milyona bərabər olur. Daha sonra biz burada əhalinin sıxlığı düsturundan istifadə edəcəyik. Yəni bunu da tapmaq üçün ümumi əhalinin sayını ərazinin sahəsinə bölmək lazımdır. Yəni böyle 6 milyonu böləcəyik 120 minə. Buradan da bizim cavabımız olacaq 50. Yəni əhalinin orta sıxlığı 50 nəfərdir. Çox sadə sual olmasına baxmayaraq bir çox şagirdlər bunu səhv yazıblar. Cavab D variantı.